Salam əziz dostlar. Bugün istərdim ki, sizə Əhl-i Beyt əleyhissalamın Quran ayələrinə verdiyi təfsir haqqında danışım. Ümumiyyətlə, son dönəmlərdə belə bir hal məşhur olub ki, insanlar Quranın ayələrini zahirən oxuyurlar, amma təfsirlərinə müraciət etmirlər. Bu da insanların hədis bilgisizliyindən irəli gəlir. Və mən istərdim ki, Qurani-Kərimdə yazılan bir çox zahiri məna başqa olsa da, həqiqi məna, batini məna, başqa mənanı ifadə edən bir çox ayələr var və biz bu ayələrin həqiqətini onların təfsirinə baxmaqla müəyyən edə bilərik. Bu ayələrdən və onun təfsirlərindən birini sizin üçün indi oxuyacağam. Ayə belədir. Şəms surəsi 1-ci, 4-cü ayələr. And olsun günəşə və onun işığına. And olsun günəşin ardınca çıxan aya. And olsun onu parlaq edən gündüzə. And olsun onu örtən gecəyə. İmam Baqir əleyhissalam bu ayənin təfsirində belə buyurur. Günəşdə məqsəd Allah Rəsulu,